Salam mərkəzi dostlar, Bitcoin YouTube kanalında sizləri xoş gördük. Belə bir kriptoda olan skamlardan biri haqqında video çəkmək istəyirəm. Hal-hazırda bir yoldaş mənə yazıb və kömək istədi və təbii ki, məsələyə mən bildiyiniz kimi bütün belə yazan yoldaşlara çalışıram ki, maksimal kömək eləyim və gördüyünüz kimi baxın, yazışmanı mən burada səsləndirməyəcəm. Çünki zaten pauza verib oxuya bilərsiniz. Qısaca budur ki, yoldaşın balansında USDT var və bu USDT-ni çıxarmaq istəyir. Dedim ki, hə, yaxşı, mənə screenshot və screenshot atdı və screenshota baxanda həqiqətən də özüm də dedim ki, həqiqətən də burada USDT görürük biz, var. Amma burada bir dənə də bu məqam mənim çox diqqətimi çəkdi. Biraz şübhə doğuran məqam. Trust Wallet bildiyiniz kimi bütün cür zirzibilləri göstərə bilir. Ona görə də biraz daha diqqət tələb edən bir cüzdandır və siz bu cüzdanda aldanmamaq üçün daha diqqətli olmalısınız. Yəni bəlkə də digər cüzdanlarda belə bir problem yoxdur. Amma Trust Wallet-də bu var. Trust Wallet bilirsiniz, bütün informasiyanı blockchain-dən oxuyur. Kimsə USDT ayrıca bir USDT fake USDT düzəldib smart kontraktın içinə qoşur və hətta görürsüz ikonka da var. Çox inandırıcı görünür. Gəl aşağı deyirəm ki, mənə adresimi göndər və mən həqiqətən də baxım, deyir necə eləyim. Video atıram ki, bax düzgün kripto göndərməm. Bu videolar bunlar haqqında hamısının videosu var məndə. Bilirsiniz ki, mən hər şey haqqında video çəkirəm kriptodakı təhlükəsizlik baxımından, aldanmamaq baxımından bu məsələlərə diqqət daha çox önəm verirəm. Və gördüyünüz kimi burada mesajlaşmanı mən aşağı çevirəm, zaten görürsünüz və mən deyirəm ki, cüzdanı göndər və dostumuz cüzdanı göndərir mənə. Bildiyimiz kimi biz USDT-ni burada şəkildə görəndə zaten bilirik ki, Binance Smart Chain-dədir bu. Və cüzdanı mənə göndərir. Mən Binance Smart Chain-i açıram, baxın BSC-skanı açıram. Adresi bura yapışdırıb göndərirəm. Mən hal-hazırda özüm də 2 sent bu yoldaşı göndərdim ki, qoy rahatlaşsın ürək. Çünki inanmırdı ki, bu fake-dir. Görürsünüz, baxın kriptograf BNB yazılıb bura. Yəni mən bura bir miqdar BNB də göndərdim ki, yəni bax yoxla özün, görürsən ki, Binance-a bu USDT getməyəcək. Və biz görürük ki, bu dostun balansında token holdingsdə 0-dır. Amma yazılıb 1 token, görünməyən token. View all holdings basırıq və görürük ki, hansısa BEP20 ulduzlu bir BEP20 token var. Və 59 zəns qalıb. Çünki bir dənəsini göndərib Binance-a və Binance-da oturmur. Və bu token üstünə açanda görürsünüz ki, yazar ciddi token reported for, yəni fake bir şey olduğu burada bildirilir. Bilmirəm niyə görə Trust Wallet bu məsələlərə baxmır, görürsünüz reputation low-dur. Bilmirəm niyə bu məsələlərə belə deyək də hansısa bir əncam etmir. Ola bilsin ki, onların cüzdanının mərkəziyyətsizliyi belə bir problemlər çıxardır ortaya. Amma bu cüzdanından da təbii ki, asılıdır. Yəni cüzdanın da belə problemlər olmamalıdır. BEP20 transferlərə düşmür bu. Əslində normal USDT-lər BEP20 transferlərə göstərməlidir. Transaction-da açırıq. Baxın, 12 dəqiqə bundan qabaq öz Binance hesabına göndərməyə çalışıb. Görürsünüz. Yəni burada artıq bunun USDT ikonkası yoxdur. Baxın, lap böyüdürəm. USDT işarəsi yoxdur. Sadəcə BEP20 token. Amma hansısa səbəblərdən Trust Wallet bunu USDT kimi göstərir. Bilmirəm niyə və bu problem nə ilə əlaqəlidir, USDT kimi göstərir. Və beləliklə bu yoldaş da təbii ki, Binance-a bunu göndərsə də heç bir xeyri yoxdur. Çünki token özü görürsünüz, yəni 562 nəfər də var, yəqin ki, kimlərsə skamlamaq üçün. Bunu adətən düzəldirlər və məsəl üçün əsl USDT adı ilə satırlar. Görürsünüz, baxın, adını da trackerdə qoyub Tether USDT. Yəni Trust Wallet-də çox güman ki, bunu gördüyünə görə artıq buna həm ikonka verir, həm real USDT-nin adını verir. Ya da ola bilsin ki, bunlar smart kontraktda hansısa maxinasiya ediblər. Gördüyünüz kimi burada proxy-dir smart kontrakt hətta. Və maxinasiya nəticəsində Trust Wallet düzgün oxumur və elə bilir ki, bu həqiqi USDT-dir. Amma Binance Smart Chain göstərir ki, bu həqiqi USDT deyil. Bu sadəcə olaraq fake-dir. Yəni bu dostun adresini biz buraya yapışdırsaq, Binance Smart Chain-ə və gəlsə görəcək ki, burada əslində heç nə yoxdur. Var. Binance Smart Chain gizlədir belə tokenləri. Görürsünüz, Binance Smart Chain göstərmir USDT kimi. Görürsünüz, yoxdur. Gərək siz V və holding basasınız ki, bütün zirzibillər, o scam coinlər görünsün və siz bunu görə biləsiniz. Belə dostlar, çalışın belə məsələlərə aldanmayın. Belə məsələlərdən çox ehtiyatlı olun. İnternetdə maşinlik çoxdur. Sizin pulunuzu yemək istəyən adamlar çoxdur. Bizim Telegram qrupa da qoşulun ki, belə maşinliklər başımıza gəlməmişdən qabaq biz sizə xəbərdarlıq eləyə bilək. Kanala da abunə olun ki, belə məlumatları həmişə biləsiniz və xəbərdar olub belə problemlər yaşamayasınız. Sağ olun, like eləyib, kanala abunə olmağı unutmayın.